Deməli, doğru bilinən yanlışlar. Kitabda həmin bu ifadələr hansı dövlətin içərisində verilirdi? Hülakilər içərisində hansı hökmdara aiddir? Qazan xanı. Yəni aid edilir yox, sadəcə olaraq kitabda Qazan xanı dövrü üçün qeyd olunublar. Amma Qazan xanına aid deyil, elədirmi? Bayraq da, inci da, tamğa, bac, boğçu. Bunlar nə zaman yaranmışdı? Moğolların dövründə. Neçənci əsrə düşür? Hamısı düşəcək 13-cü əsrə. Yəni Moğolların dövrünə aiddir. Yəni Qazan xanın dövründə verilməsi sizi çaşdırmasın. Bu, Moğolların dövründən etibarən mövcud olan iki torpaq mülkiyyət forması idi və vergilər idi. Sadəcə olaraq Qazan xan İslamı qəbul etdikdən sonra birlikdə yerli əhali feodalları öz tərəfinə çəkmək üçün İslamı qəbul etmişdi. Hansı bir ləğv edəcək bunlarda? Qopçunu ləğv edəcək. Buna aid olan odur. Və bir də mən demişəm ki, iqta torpaqlarının kimlərin adı ilə bağlı idi? Kimlərin dövründə yaranmışdı iqta torpaqları? Ərəblər neçənci əsrdən etibarən? 700-cü əsrdən. Düz 15-ci əsrə qədər iqta torpaqlarından istifadə olunub. Hansı dövlət olursa olsun Azərbaycanda mövcud olan. Və Monqollar da iqta torpaqlarından istifadə edirdi. Qazan xana aiddir ki, iqta torpaqlarında nəyisə qadağan ediləcək. O nə idi? Alınır, satılır, bağışlanmasını qadağan edir. Onda buradan nə nəticəyə gəlmək olar? Mütləq ki, nəticəyə gəlməliyik biz, məntiq yaratmalıyıq. Hansı nəticəyə gələcək? Məsələn, Yasar Hülakü xanın dövründə iqta torpaqlarının alınıb, satılıb, bağışlanması sərbəst idi, yəni icazə var idi. Doğrudur yoxsa yanlışdır? Doğrudur da, əlbəttə. Çünki kim ləğv edəcək onu? Qazan xan ləğv edəcək. Deməli, Qazan xana qədər, məsələn, kitabda yazılmayan bir məlumat, amma tezə salınır. Hülakü xana aid olan məsələlərin içərisində iqta torpaqlarını alınıb, satılıb, bağışlaya bilərdi, bəli, doğru variantdır. Çünki Qazan xana qədər bu sərbəst idi. Amma Qazan xanın dövründə ləğv olacaq. Digər bir məqama gəlirik. Nədir? Yenə kitabda Qızıl Orda dövlətinin içərisində yazılan məqamlar. Hansılardır? Qaraqorun qurultayı nə zaman keçirildi? 1235-ci ildə keçirildi və Qaraqorun qurultayı nəticəsində hansı qərarlar alındı? Qərbə doğru yeni yürüşlər. Və qərbə doğru yeni yürüşlər nəticəsində ələ keçirilən ərazilər 1240-1241-ci illərdə ələ keçirilən ərazilərdir. Yəni biz bunu Qızıl Orda dövlətinə aid edəcəyik? Xeyr. Çünki Qızıl Orda dövləti nə vaxt yaranmışdı? 1243-dən 1502-ci ilə qədər mövcud olubdur. Bəs onda bunlar kimlərə aid edilir? Monqollara. Bunlar Monqollara aiddir, Monqolların verdiyi qərardır. Ondan sonra bütün bu uğurlu yürüşlərin nəticəsində yaranacaq Qızıl Orda dövləti. Yəni Qızıl Ordaya aid eləmirik, amma kimlərə aid edəcəyik? Monqollara aid edəcəyik.